Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 27 Mart 2026 Cuma. Bakı Stüdyosu'ndan herkese merhaba. Fazon Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Əli. Bütün dinləyicilərimizi salamlayıram. Ali, bugünkü notlara şöyle bir göz gezdirdim de güne biraz endişe verici bir haberle başlıyoruz. Karadeniz'de bir Türk gemisine saldırı iddiası var. Nedir bu olayın aslı? Bəli, narahat edici bir xəbərdir. BBC Azərinin yaydığı məlumata görə, Türkiyənin Qaradeniz sahilində İstanbula gedən neft tankerinə pilotsuz uçuş aparatlarıyla hücum edildiyi iddia olunur. Rəsmi mənbələrə görə, hədəf gəminin mühərrik hissəsi olub. Umarım can kaybı yoktur. Takipte olacağız bu haberi. Bölgedeki hareketlilik devam ediyor anlaşılan. Bir de Rusya'dan İran'a giden bir yardım treni Azerbaycan'dan geçmiş. Elədir. Dayaz saytının xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardımı daşıyan qatar, Azərbaycan dəmir yollarına məxsus Astara stansiyasına çatıb. 300 tondan çox dərman və digər ləvazimatlar oradan İrana yola salınacaq. Anladım. Şimdi notlarda yine insan hakları ile ilgili biraz can sıkıcı konulara geçiyoruz. Dünkü yayınımızda Avrupa İnsan Hakları Mahkemesi'nin verdiği bir tazminat kararını konuşmuştuk. Bugün de mahkeme kararlarının uygulanması ile ilgili bir rapor var sanırım. Bəli, bu da Azadlıq Radiosunun xəbəridir. Bildiyiniz kimi, müxalif bir media orqanıdır. Avropa Şurası Nazirlər Komitəsinin hesabatına görə, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı əməkdaşlıq etmir. Hesabatda 169 iş üzrə kəsilən təzminatların ödənilib-ödənilməməsi barədə məlumat olmadığı vurğulanıb. Yani mahkeme karar veriyor ama tazminatlar ödenmiyor, öyle mi? Bu konu bir de Bakü'deki bir gözaltı merkezindeki iddiayla devam ediyor. Bu daha da vahim. Bu xəbər də Meydan TV-dəndir. O da tənqidi bir media qurumudur. Bir sayılı Bakı İstintaq Təcridxanasında saxlanılan 2 məhbusa işgəncə verildiyi iddia edilir. Digər məhbusların dediyinə görə, özlərinə xəsarət yetirən 2 məhbus, tibbi yardım zamanı yaranan mübahisədən sonra təxminən 10 nəzarətçi tərəfindən döyülüb. Bir dakika Ali, mübahise ne demek? Yəni aralarında bir anlaşılmazlıq, söz-söhbət olub. Siz buna tartışma deyirsiniz. Anladım. Tıbbi yardım sırasında çıkan bir tartışma yüzünden gardiyanlar tarafından dövülmüşler. Korkunç bir iddia. Bir de eski bir milletvekilinin durumu ağırlaşmış sanırım. Bəli, Azadlıq Radiosu yazır ki, həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin həbsxanada səhhəti qəfil pisləşib. Həyat yoldaşı vəziyyətinin ciddi olduğunu və təcili tibbi müdaxiləyə ehtiyacı olduğunu bildirib. Umarım bir an önce sağlığına kavuşur. Neyse ki notların devamında biraz daha iç açıcı haberler var. Mesela İspanyollar Azerbaycan'a yatırım için geliyormuş. Bəli, Trend.az saytının məlumatına görə, İspaniyanın ticarət üzrə dövlət katibliyi Azərbaycanda yeni investisiya imkanları axtardıqlarını açıqlayıb. Harika. Ülkeye dışarıdan yatırım gelmesi her zaman iyidir. Bir de dünkü yayınımızda Karabağ ziyaret eden bir seyahat kulübünden bahsetmiştik. Ziyaretler devam ediyor anlaşılan. Elədir. Trend.azın yazdığına görə, müxtəlif ölkələrdən olan beynəlxalq səyyahlar Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı ziyarət ediblər. Onlara şəhərin tarixi abidələri və bərpa edilən məscidlər haqqında məlumat verilib. Ne güzel ve gelelim hepimizin yüzünü güldürecek habere. Türkiye milli takımı Dünya Kupası elemelerinde finale yükselmiş. Bəli, bu da Dayazın idman xəbəridir. Dünən İstanbulda keçirilən oyunda Türkiyə Rumuniyanı 1-0 məğlub edib. Qələbə qolunu 53-cü dəqiqədə Arda Güler'in ötürməsindən sonra Ferdi Qadıoğlu vurub. Harikasınız çocuklar. Arda'nın asisti, Ferdi'nin golü. İnşallah bu yolun sonu Dünya Kupası olur. Notlardaki son haber de çok anlamlı. Sabirabad'dan bir köy öğretmeninin hikayesi. Bəli, BBC Azərinin xəbəridir. Sabirabadın Əlilənbəyli kəndində müəllim işləyən Günel Əliyeva yeni başlayan müəllimlərə cəsarət verərək tanımadıkları yerlərdə işləməkdən qorxmamağı tövsiyə edib. Ne kadar güzel bir mesaj. Başlıkta "Peki kim gidip çalışsın?" diye sormuş. Gerçekten de öyle. Bu fedakar öğretmenler sayesinde her yer vatan oluyor. Ali, bugünkü notlar için çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Fazon Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın.
Fason Radyo.